Salam, bugün sizinlə 5.1 orqanizmlə maddələr mübadiləsi mövzusunun iş dəftərində olan tapşırıqlara baxacaq. Gəlin başlayaq. Qida üzvləri. Qida üzvləri orqanizmə daxil olduqdan sonra parçalanır. Həmin parçalanma zamanı amin turşular yaranır. Yaranmış amin turşularından orqanizm üçün lazım olan züallar sintez olunur. Baxın, enerji udulması ilə gedən reaksiyalar anabolitik reaksiyalar adlanır və yaxud da ki, anabolizm adlanır. Bu zaman bizə lazım olan züallar sintez olunur. Geriyə qalan amin turşular isə son parçalanma məhsullarına qədər parçalana bilər. Yəni karbon qazı, su və amonyak. Bu şəkildə. Burada isə enerji ayrılır, yəni katabolizmdir. Tələbənin gündəlik qida rasionunda karbohidratların payına düşən maksimum enerji 6704 kilojoldur. Tələbə gün ərzində kifayət qədər karbohidrat alırmı? 1 qram karbohidratın parçalanması zamanı 17.6 kilojol enerji ayrılır. 6704-ü 17.6-ya bölərək mən taparam ki, neçə qram karbohidrat parçalanmışdı. Buradan isə orta hesabla 381 çıxır. 381 qram. Və biz bilirik ki, gündəlik tələbat 500 qramdır. Bu da 381 qram qəbul etmişdir. Bununla da demək olar ki, gündəlik kifayət qədər karbohidrat qəbul etmir. Çünki norma 500 qramdır. 100 qram yer kökünün tərkibində A vitaminin gündəlik normasının 20% var. A vitaminin 8%-ni qəbul etmək üçün neçə qram yer kökü yemək lazımdır? Tənasüb qururuq. 100 qramda 20%-dirsə, X qramda da 8%. Buradan X-i tapdıqda 40 alınır. Deməli, 8%-ni qəbul etmək üçün 40 qram yer kökü yeməsi lazımdır. Bir damla dərman preparatında 5 mikroqram D vitamini vardır. Bu, uşaqlar üçün gündəlik normadır. Böyüklərin gündəlik norması uşaqlardan təxminən 3 dəfə çoxdur. Uşaqlarda 5 mikroqramdırsa, deməli, böyüklərdə gündəlik norma 15 mikroqramdır. Deyir, 2 həftə ərzində bir uşaq və bir yaşlı insan neçə mikroqram D vitamini qəbul edə bilər? 2 həftə deyirsə 14-də vururuq. Edir 210. Deməli, böyüklər gündə 15 mikroqramdır. 2 həftəyə 14-də vurduqda 2 həftədə 210 mikroqram. Uşaqlarda isə 5 idi. 5-i vururuq 14-də edir 70. Demək, uşaqlarda 70 mikroqram qəbul edə bilər. Təklif olunan cədvəl əsasında kalsium olan gündəlik tələbat qrafikini qur. Qrafiki necə quracaqsınız? Baxın, aşağıdakı hissələri saydıqda görərsiniz ki, hər iki kvadrat 5 yaşa uyğun gəlir. Baxın, hər bu qara xətt 5 yaşa uyğun gəlir. Burada 5, 10, 15, 20, 25 bu şəkildə düzürük. Yuxarıda isə minəcən 10 dənə kvadrat olduğunu görürük. Deməli, hər biri 100 uyğun gəlir. Sonra isə yerləşdiririk. Deyir bizə yeni doğulmuş və 1 yaşına qədər olan uşaqlar 400. Baxın, buradan 400-ə. 1-5 yaş arası 600. Buradan 600-ü yazdıq. Daha sonra 6-10 yaş 900. Baxın, burada 900-ü qeyd etdik 10 yaşa. Bu şəkildə qurursunuz, sonra nöqtələri birləşdirirsiniz. Və sizin qrafikiniz. Kalsium duzları orqanizmdə hansı rol oynayır? Kalsium duzları dişlərin və sümüklərin möhkəmliyində, həmçində qanın laxtalanmasında iştirak edir. Təklif olunan cədvəl və qurulmuş qrafik əsasında hansı nəticəyə gəlmək olar? Bu nəticəyə gəlmək olar ki, orqanizmdə, xüsusən böyümə çağında, baxın burada 11-18 yaş arasında orqanizmin böyüdüyü, boyatdığı dövrdə kalsium olan tələbat daha çoxdur. Çünki sümüklər də böyüyür, sümüklərin inkişafı üçün kalsiuma ehtiyac var. Və bundan başqa ümumən bütün yaş dövrlərində kalsium olan ehtiyac var. 65 yaşdan yuxarı həmin qram yenə artır. Bunu görürük biz qrafikdən, qurulmuş qrafikdən. Düzgün və səhv ifadələri qeyd et. Vitaminlər yalnız meyvə və tərəvəzlərdə olur. Xeyr, bu yanlış fikirdir. Ət məhsullarında, süd və süd məhsullarında da vitaminlər olur. Hətta bəzi vitaminlər xüsusən onlarda çox olur. Orqanizmdə vitamin çatışmaması hipervitaminoz adlanır. Xeyr, bu hipovitaminoz və ya A vitaminoz adlanır. Hipervitaminoz vitaminlərin çox olması deməkdir. Uşaqda raxit xəstəliyi C vitamininin çatışmaması nəticəsində yaranır. Xeyr, D vitamininin çatışmaması nəticəsində yaranır. A vitamininin çatışmazlığı nəticədə dəri, tənəffüs yolları və gözün buynuz qişası zədələnir. Bəli, bu doğrudur. Vitamin yazda və ya qışda qəbul etmək lazımdır. Xeyr, vitamin gündəlik norması var. Hər gün qəbul etməsin və bütün fəsillərdə.
Bu yanlış fikirdir. Vitamin insan orqanizmində yalnız qida ilə daxil olur. Əksər vitaminləri deyə bilərik, amma orqanizmimizdə sintez olunan vitaminlər də var. Məsəl üçün D vitamini dəridə sintez olunur. Yəni bu fikir doğru deyil, yanlışdır. A və D vitamini yağda həll olan vitaminlərə aiddir. Bəli, bu doğrudur. A və D vitamini yağda həll olur, B və C vitamini isə suda həll olan vitaminlərdir. Cədvəli tamamla. A vitamini funksiyası hansı qida məhsullarında olur, bunu saymalıyıq. A vitamini əsas funksiyası deyirik ki, görmə pigmentinin tərkibinə daxildir. Bu pigment çatışmasa biz toyuq korluğu yaranır, hansı ki zəif işıqlanmada və gecə vaxtı düzgün görə bilmir bu insanlar. Görmə qabiliyyəti pozulur gözün. Və hansı qida məhsullarında olur dedikdə deyəcəksiniz balıqdır, pendirdir, yumurtadır, ətdir, balqabaqdır, sonra ərikdir, kökdür. Bu kimi qidalarda A vitamini olacaq. C vitaminin funksiyası. C vitamini qan damarlarının divarında keçirici tənzimləyir. Həmçinin yaraların sağalmasıdır, sümük bitişməsini sürətləndirir və immun sistemində, yəni xəstəliklərə qarşı bizim müqavimətimizi artırır. Hansı qida məhsullarında, xüsusən yaşıl yarpaqlı sitrus bitkilərində, kələmdir, turpdur, bu kimi bitkilərdə, almadır, üzümdür, bu kimi bitkilərdə C vitamininin miqdarı çox olur. D vitamininin funksiyası burada kalsium və fosforun bağırsaqlardan geri sorulmasını tənzimləyir. Həmçinin sümük toxumasından bu maddənin çıxmasının qarşısını alır D vitamini. Sonra deyirsiniz ki, D vitamini dəridə də sintez oluna bilər, amma süd məhsullarında, qaraciyərdə, balıqda, yumurtada, pendirdə, göbələkdə bu vitaminin miqdarı çox olur. 6-cı. Təklif olunan xüsusiyyətləri müvafiq sətirlərə yaz və sxemi tamamla. Baxın, bura katabolizmdirsə, bura anabolizm. Anabolizm. Daha sonra gedirik. Anabolizmdə nə idi? Xırda molekullar birləşirdi, böyük molekullar yaranırdı, enerji udulurdu. Yəni enerji sərf edilir. Burada enerji sərf edilir. Həmçinin gəlin bir deyək. Böyük və mürəkkəb molekulların daha kiçik molekullara parçalanması. Baxın, bu katabolizmə aiddir. Qida maddələrinin oksidləşməsi katabolizmə aiddir. Anabolizmi bura yazdıq. Enerji ayrılır. Enerji katabolizmdə ayrılır. Hüceyrələrin yenilənməsi, orqanizmin böyüməsi və ehtiyatlarının toplanması. Bu anabolizmdir. Kiçik və sadə molekullardan daha mürəkkəb və böyük molekulların sintezi, bu da yenə anabolizmdir. İnsan ac qalanda qanda qlikozan səviyyəsi azalır. Bu qaraciyərdə saxlanan glikogen parçalanaraq qlikozan qana buraxılmasını təmin edən reaksiyalar zəncirini işə salır. Bu hansı tip reaksiyalardır? Baxın, özü deyir, glikogen deyir, parçalanır glikozaya qədər. Biz demişdik, parçalanma reaksiyaları katabolitik reaksiyalar və ya katabolizmdir. Bu zaman isə enerji ayrılır, yəni bu katabolizmdir. Sonra, hansı hallarda insan orqanizmində anabolik reaksiyalar üstünlük təşkil edəcək? Hansı hallarda? Böyümə zamanı, sağalma zamanı, hamiləlik zamanı, aktiv məşq zamanı anabolik reaksiyalar artacaq. Anabolik reaksiyanın digər adını biz plastik mübadilə dedik. Yəni, baxın, misal üçün, böyümə dövründə orqanizm böyüyür, toxumalar böyür, hüceyrələr artır. Bununla da yaranma prosesidir. Sürətli maddələr yaranmalıdır, sintez olmalıdır. Bu anabolik reaksiyanın artması deməkdir. Və yaxud da ki, hamiləlik dövründə Rüşeymin inkişaf etməsi yenə toxumaların yaranması, hüceyrələrin çoxalması hesabına maddələrin sintez olunması yenə anabolik reaksiyaların artması. Və yaxud da ki, sağalma dövründə yaraların sağalması üçün yeni proses, aktiv məşqdən sonra əzələrin bərpası üçün də yenə anabolik reaksiyalar üstünlük təşkil etməlidir. Bu şəkildə sağ olun.